Esselamu Aleyküm. Hər birinizi bir daha salamlayıram. Sizə hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Necə deyirlər, məni dinləyirsiniz və öz münasibətinizi bildirirsiniz. Bugün mən tamam başqa bir istiqamətdə söhbət aparmaq istəyirəm. Söhbətimi davam etdirmək istəyirəm. Mənə çoxsaylı suallar verilir. Əsasən də demək tələbələrim tərəfindən. Demək olar ki, hər il bu sualları mən eşidirəm. Tələbələr bu sualları verirlər. Əlbəttə digər insanlar da bu suallar onları çox düşündürür, çox maraqlandırır. Əlbəttə ki, bu sualı mütəxəssisə ünvanlamaq daha uyğun olardı. Mən demirəm ki, mən bu sahanın mütəxəssisiyəm. Sadəcə olaraq müəyyən qədər bu işlərlə bağlı mən elmi araşdırmalarımı aparmışam və özüm də şəxsən bir çox təcrübələri öz üzərimdə aparmışam. Yəni özümün də şəxsi təcrübələrim var, praktikam var. Həm nəzəri cəhətdən, həm təcrübi cəhətdən. Ona görə də mənə bu suallar ünvanlananda mən çalışıram ki, həqiqəti deyim, olanları deyim ki, bəziləri yəni bu məsələləri çox da sadə hesab eləməsinlər və əlçatmaz da hesab eləməsinlər. Əlbəttə ki, bu insanın özünün iradəsindən, özünün gücündən və təşəbbüsündən də asılıdır. Sual nədən ibarətdir? Tələbələr tez-tez belə bir sual ünvanlayırlar ki, mənə. Əsasən də bu psixologiyadan mühazirə oxuyarkən artıq neçə illərdir, mən 25 ilə yaxındır ki, psixologiya sahəsi üzrə çalışıram, bu sahanı öyrənməyə çalışıram. Bəzən mənə sual verirlər, siz psixoloqsunuz. Psixologiyanı hansı dərinliyə qədər bilirsiniz, Freydi bilirsiniz, ya filan kəsi bilirsiniz, tanıyırsınız, filan cərayəni, filan məktəbi. Əlbəttə ki, mən bir cavab verə bilərəm ki, elmi nə qədər də öyrənirsən, nə qədər onun dərinliyinə gedirsən, bir o qədər başa düşürsən ki, sən heç nə bilmirsən. Yəni, sənin bildiklərin bir damladır. Yəni, bunu mən təvazökarlığa görə demirəm. Sadəcə olaraq ona görə deyirəm ki, bu həqiqətdir, bu reallıqdır. Sadəcə olaraq hər bir mütəxəssis müəyyən qədər çalışdığı, öyrətdiyi elmin müəyyən səviyyədə dərinliklərini bilə bilər. Yəni, tam şəkildə yox. Yəni, mən hər iki istiqamətdə, həm psixologiyanı, həm demək, material istiqamətdə, yəni materialistik istiqamətdə öyrənməyə çalışmışam, həm də idealistik istiqamətdə, yəni onun ruhi tərəfini öyrənməyə çalışmışam. Mənə kömək olub bu sahədə əsasən də psixologiyanın çox böyük cərəyanlarından biri olan transpersonal psixologiya sahəsi. Yəni bu sahə üzrə mən çoxlu ədəbiyyatlar əldə etdim. Əsasən də rus dilində olan ədəbiyyatlar idi. Yəni başqa dillərdə bunu tapmaq mümkün deyil. Və bir çox tanınmış yazarların, tədqiqatçıların, alimlərin əsərlərini oxumuşam. Əlbəttə ki, oradakı praktik tərəfləri də var, hansı ki, o praktik tərəfləri də təcrübədən keçirməyə çalışmışam. Özümün də müəyyən ruhi təcrübələrim olub və müəyyən nəticələrə gəlmişəm və bu nəticələri mən qeyd eləməklə o demək deyil ki, hər kəs əgər bu təcrübələri üzərində tətbiq etsə, onlar da mənim əldə elədiyim nəticələri əldə edə bilərlər. Hər kəsin özünün demək üslubları var, hər kəsə düşə biləcək metodlar var, ümumi metodlar var, bir də ki, fərdi metodlar var. Ona görə də sualın məğzinə keçmək istəyirəm. Yəni, sual olunur ki, astral səyahət, ruhun bədəndən çıxarılması deyilən bir hadisə varmı, yoxmu və yaxud bu astral səyahət deyilən bir anlayış varsa, əgər bunu necə etmək olar? Bu dəqiqə bir çox sosial şəbəkələrdə mən fikir verirəm. Əsasən də daha çox populyarlıq qazanan insanlar var. Bu dəqiqə çıxış edirlər, astral səyahətdən danışırlar ki, biz belə astral səyahət etdik, ruhumuzu bədəndən çıxartdıq, müxtəlif dünyaları səyahət etdik, hara getdik, ora getdik, buraya etdik. Gələcəkdən məlumatlar gətirirlər, deyirlər. Yəni, bunlar siz yəqin ki, eşitmişsiniz bu haqda məlumatlısınız.
Mən sizi necə deyərlər, demək istəmirəm ki, siz onlara inanmayın, mənə inanın və yaxud yəni bu fikirdə deyiləm. Sadəcə olaraq mən öz subyektiv fikrimi bildirmək istəyirəm. Yəni bir mütəxəssis kimi. Yəni onlar alim deyillər. Yəni onlar elm adamı deyillər. Onlar özlərinin şəxsi təcrübələri var. Bəlkə də heç bir varaq kitab oxumayıblar. Yəni onu nə üçün deyirəm? Çünki çox sayda alimlər var. Stanislav Grofdur, məsələn, Ken Wilberdir, John Lilly'dir və burada Tibet mütəxəssisləri də var, Rus mütəxəssisləri də var. Yəni tanınmış insanlar var ki, hansı ki, onların şəxsi təcrübələri var. Onlar laboratoriyalarda təcrübələr aparıblar. Bu sahədə demək elmi araşdırmalar aparıblar. Məsələn, Omega proyekti adlanan bir əsər var. Kenneth adlı bir yazıcı yazıb, bir alim yazıb. Və o kitabı oxuyanda başa düşürsən ki, yəni heç də elə bu qədər də sadə deyil. Əlbəttə ki, biz söhbətimizi bu mövzuda davam elətdirə bilərik. Əgər ki, auditoriya geniş olsa, istəsələr əgər. Yenə deyirəm də, bu əsasında tələbələrim çox maraqlı. Mən auditoriyada bu haqda söhbət eləyə bilmirəm. Çünki ancaq ruh haqqında mövzu olanda və yaxud bəzi psixoloji fenomenlər haqqında olanda mən onlara, tələbələrə çalışıram ki, izah edim, yəni elmi izahlarını verim. Bu mövzu barədə söhbət etmək, bu bir günlük, bir iki günlük və bir neçə saatlıq mövzu deyil. Yəni mən bu haqda daha təfsilatı ilə aydın şəkildə izahat verməyə çalışa bilərəm, yəni çalışaram, yəni ki, izahat verim. Yəni yenə deyirəm, onların şəxsi işləridir. Onlar qeyd edirlər ki, astral səyahət edirlər. Yenə deyirəm, yəni onlar astral səyahət edirlər. Oradan hansı məlumatlar gətirirlər, kimlərlə görüşürlər, kimlərlə görüşmürlər və belə deyirlər ki, güya bunu hər kəs edə bilər. Mən onu sizə deyim ki, hər kəs bunu edə bilməz. Mən bunu deyirəm, hər kəs bunu edə bilməz. O deyirsə, o nəyə görə deyir bilmirəm, onlar danışırlar. Mən ad çəkmək istəmirəm, onların adını çəkmək istəmirəm. Hər kəs bunu edə bilməz. Əlbəttə ki, bu astral səyahət və ya ruhun bədəndən çıxarılması, buna rusca dubl deyirlər, dubl. Bədənin əks tayı, ruh tayı. Yəni bizim bir fiziki bədənimiz var, bu ruhun paltarıdır. Bu dünyada yaşamaq üçün ruhun bir geyimidir. Yəni bu həyatda müəyyən bir vaxtda demək ruh burada müəyyən bir vaxtda yaşayır və onun üçün təyin olunmuş vaxt bitəndən sonra buradan köçüb gedir digər bir məkana. Amma biz hər gün astral səyahət edirik. Hər gün yatanda bizim ruhumuz bədənimizdən ayrılır. Bu Quran-ı Kərimdə bir neçə ayələr var, çox sayda ayələr var ki, bu ayələrdə bu göstərilib, həm də Peyğəmbərimizin hədislərində də var ki, həyat bir yuxu kimidir, dünya bir yuxu kimidir. İnsan öləndən sonra yuxudan ayılır. İndi məsələ burasındadır ki, öləndən sonra hər kəs mi ayılır yuxudan, yoxsa ki, müəyyən qism ayılır yuxudan? Məsələ burasındadır ki, hər kəs yuxudan ayılmır. Yəni, öləndən sonra da bəzi insanlar, deyərdim ki, hələ də ölmədiklərini zənn edirlər və o biri dünyada onlar üçün bir reallığın davamı kimi olur və belə hesab edirlər ki, onlar reallıqdadırlar və bu dünyanı da real hesab edirlər və hesab edirlər ki, bu dünyadan demək uzaqlaşıblar, nahaq gediblər. Burada onların arzuları, istəkləri qalır, həyata keçirmədikləri arzular qalır və onlar bura tez gəlməyə çalışırlar, amma gələ bilmirlər, çünki bədən artıq yoxdur. Orada da qala bilmirlər, çünki oradakı həyatı da qəbul edə bilmirlər və bu biraz çətinlik yaradır. Əlbəttə, bununla bağlı müəyyən demək, izahatlar var. Məsələn, deyirəm də, bizim həyatda nə həyata hazırlamaq üçün bir institut var, nə də ölümə hazırlamaq üçün bir institut var. Yəni, bunların heç birisi yoxdur. Biz dünyaya gələndən
həyatda necə yaşamaq lazımdır, bir insan kimi söhbət gedir. Yəni həyatda necə bir insan kimi formalaşmaq lazımdır, necə bir insan kimi inkişaf etmək lazımdır. Bununla da bağlı bir yəni ideal bir institut yoxdur. Bəli, məktəb var, universitet var, təhsil var, bu öz yerində. Əlbəttə bizim üçün ən böyük məktəb Quran məktəbidir. Yəni Quran bizim üçün böyük bir məktəbdir. Qurani-Kərim böyük bir məktəbdir. Çox böyük bir tədris ocağıdır. Onu öyrənib, o dərsləri orada öyrənib, əgər biz doğru düzgün öyrənə bilsək, oradakı deyilənlərə əməl edə bilsək, əlbəttə ki, bu məktəbin sonunda, bu təhsilin sonunda biz ölüm anında imtahanımızı da alnı açıq verə bilərik. Yaxşı da qiymətlər ala bilərik. Yox, əgər biz bunlara əhəmiyyət vermiriksə, yəni deyirik ki, yazıblar da orada, heç başa düşmək olmur. Yəni bəziləri lap nağıl deyir, nağıldır. Yəni 1400 il bundan əvvəl yazılıb. Yəni əhəmiyyət vermirlər, bəzi əhəmiyyət vermirlər, amma əlbəttə ki, belə deyil. Yəni hər kəs buranın tərcüməsini alıb oxuya bilər, şərhlərini alıb oxuya bilər. Burada çox böyük hikmətlər var. Yəni ilahi hikmətlər var. Əgər insan istəyirsə, Allah ona qapı açacaq. Yəni yenə də demək istəyirəm ki, yəni bu mövzu ki var, yəni astral səyahət, ruhun bədəndən çıxarılması və yaxud yuxu görmə var. Məsələn, yuxu görmə nə deməkdir? Elə astral səyahət elə yuxu görmədir. Yəni insan astral səyahət edərkən o yuxu görür. Bir var yuxu görmək, hamı yuxu görür, hamı astral səyahət edir. Sadəcə olaraq biz astral səyahət edərkən, ruhumuz bədənimizdən çıxarkən biz dərk edə bilmirik ki, biz yuxu görürük. Biz yuxuda olarkən biz onu real hesab edirik, elə deyilmi? Bu dünya bizim üçün real olmur. Yuxu bizim üçün realdır. Bu dünya realdır. Amma bu dünyada biz yuxudan oyananda, yəni bu dünyada oyananda, yuxu bizim üçün real deyil. Biz deyirik, yuxu gördük sadəcə, yuxu gördük. Yaxşı yuxu gördük, pis yuxu gördük. Bu bizim üçün real hesab olunmur. Biz onu real hesab eləmirik. Amma məsələ burasındadır ki, yəni əsl reallıq elə yuxudur. Və alimlər də müəyyən ediblər ki, bizim yəni aparılan tədqiqatlar göstərir ki, bizim bu dünyada keçən 6 saniyəlik bir vaxtımız o biri dünyada, yəni daha doğrusu yuxu aləmində təqribən bir 100 ilə yaxın çəkir. Yəni bəziləri 20 il deyir və 100 ilə yaxın bir həyata bərabərdir. Yəni bəzən biz yuxuda elə bir uzun bir həyat görürük ki, ayılanda baxıb görürük ki, çox az bir vaxt keçib. Əsasən də bu mürgüləmə vaxtı olur. Ona görə də bu mövzu çox maraqlı bir mövzudur. Mən bu mövzunu davam elətdirə bilərəm. Şəxsi təcrübələrimdən danışa bilərəm. Çox maraqlı bir mövzudur. Yəni demək, insan, hədislərdə də var ki, insan ölümdən sonra onsuz da oyanacaq. İnsan çalışmalıdır ki, bu dünyada oyansın. Yuxudan ayılsın. Yəni bu dünya bir yuxudur. Bu yuxudan onsuz da təbii olaraq öləndə biz ayılacaq. Amma ən yaxşısı bu dünyada yaşayarkən oyanmaqdır. Bu ruhun oyanmasıdır. Ruhun insanın özünü dərk etməsidir. Yəni insan özün bir ruhi varlıq kimi dərk edir. Yəni başa düşür ki, o fiziki varlıq deyil. Bu fiziki varlıq sadəcə onun ruhuna məxsusdur. Burada yaşamaq üçün ona lazımdır. Yəni insan özünün əsl mahiyyətini, öz ruhunu dərk edəndə, yəni bu ruh deyəndə bu şuurdur, ağıldır. Yəni bizim fərdiliyimizi göstərir. Və əgər biz özümüzü bu dünyada dərk eləsək, ruhumuzun varlığını dərk eləsək, biz həmin anda biləcəyik ki, demək olar ki, bütün bilikləri biz bilirik. Və sən demə, biz bunları bilirikmiş, yadımızdan çıxarmışıq. Yəni bizim ruhumuz haqqında, özümüz haqqında biliklərimizi bizə unutduran bizim biliksizliyimizdir. Yəni cəhalətdir. Cəhalətdir. Yəni cəhalət o deməkdir ki, yəni biz bu dünyanın arzularına, həvəslərinə uymuşuq. Nəfsimiz dünyanın həvəslərinə uyub. Ona görə də nə qədər ki bizim nəfsimiz
dünyada arzuların dalınca qaçır. Hansı ki o arzuların da sonu yoxdur. Arzuların sonu yoxdur. Arzular bitib tükənmir. Mən demirəm arzulamayaq. Sadəcə olaraq biz arzulamaqla yanaşı arzuladıqlarımıza çox bağlanırıq. Bizim də ən böyük bəlamız elə cəhalətimizin, cahilliyimizin səbəbi bağlanmaqdır. Bu bağlanmaqdan, yəni bağlılıqdan yaxa qurtarmağın, yəni ruhun oyanmasının oyanması üçün bir neçə variant var. Əsasən də 3 demək yol var. Bunlardan birincisi ilahi lütfdür. Yəni Allah Teala bizə lütf edir, öz nəzərini bizə yönəldir və bizi bu bataqlıqdan, bu cəhalət bataqlığından, şuuraltı deyirlər də psixologiyada, buna deyirlər şuuraltı, nəfs, şuuraltı hissədir. Orada o qədər problemlər var, o cəngəllikdir. Oranı ilahi lütf olmadan oradan qurtulmaq mümkün deyil. Çünki orada bizim o qədər problemlərimiz, travmalarımız var ki, bunu Freud də hətta bu haqda yazırdı. Orada bizim bu adi biliyimiz sadəcə bir əl fanarına bənzəyir. Hansı ki, bu əl fanarının müəyyən bir işığının müəyyən bir bitmə vaxtı var. Biz biraz orada cəngəlliyə biraz işığı salacaq o şuuraltıya. Bəzi problemlərimizi görə bilərik. Amma onları aradan qaldırmağa demək bu müasir psixoloji biliklər kifayət eləmir. Bunun üçün mütləq ruhi biliklər olmalıdır. Yəni birinci yol ilahi lütfdür. Onu da indi Allah bizə o lütfü göstərər, göstərməz. Biz ona layiqik, layiq deyilik. Onu biz bilmirik. İkinci yol demək ikinci yol yuxu görmə sənətini öyrənməkdir. Yuxu görmə sənətini öyrənməkdir. Astral səyahəti real olaraq öyrənməkdir. Və yuxu görmə sənəti, bu bir neçə demək yazarların əsərlərində var. Məsələn, çox da Carlos Castaneda'nın 11 cildlik əsəri var. Mən əsərin hamısını oxumuşam. Orada demək yuxu görmə sənəti adlı bir bölmə var. O bölmədə bunu biraz işıqlandırıb. Sonra Labergin məşhur bu yuxunun dərk olunması ilə bağlı kitabları var, əsərləri var, təcrübələri var. Orada da bu fikirlər var. Yəni yuxu görmə sənəti Tibet yoqasında var. Tibet yoqasında yuxu görmə sənəti ilə bağlı orada çoxlu nəzəri və praktik təcrübələr mövcuddur. Yəni bu təcrübələri, bunları öyrənməklə ilahi, mənəvi demək təcrübələr həyata öz üzərində keçirməklə, məsələn, dua oxumaq, ibadət etmək, yəni bir çox dualar var ki, ruhun mücərrədliyi deyirlər ona. Yəni ruhun mücərrədliyi, yəni ruhun bədəndən çıxarılması, təyyül ərz, təyyül məkan, burada çoxlu faktor var. Bu kəramətlərdir. Bu kəramətlər də bunları qazanmaq üçün insan gərək ilahi mərtəbələrə qalsın, o kamillik mərtəbəsinə qalsın, övliyalar mərtəbəsinə qalxmalıdır. Allah dostu olmalısan. Bu biraz rahat məsələ deyil. Çünki Allah dostu olması üçün ilk növbədə sən zöhdə riayət eləməlisən, zahid olmalısan. Çünki zahid olmaq üçün bu təsəvvüfün mərhələləridir, məqamlarından biridir. Sənin yəni sənə aid olan şeylərin əlindən çıxanda sən onlara görə təəssüflənməyəsən, əlindən çıxırsa təəssüflənməlisən, əlinə də nəsə bir şey gələndə ona sevinməməlisən. Yəni neytral yanaşmalısan, neytral yanaşma. Demək olar ki, bir çox mənəvi qaynaqlarda bu haqda bəhs olunur. Yəni bu biraz çətin məsələdir. Yəni təcrübə belədir ki, təcrübəyə vaxt sərf olunur. Bu illərlə, tək aylarla yox, illərlə buna vaxt sərf olunur. Disiplina var burada, bir nizam-intizam var. Sən bunların hamısına riayət eləməlisən, nəfsivə hakim olmalısan, tamahkar olmamalısan, dünya malına gözün olmamalıdır, halal adam olmalısan, yaxşı adam olmalısan, yaxşılıq eləməlisən, xeyirxahlıq eləməlisən. Sənə pislik eləyən adama sən pislik eləməməlisən, əksinə ona yaxşılıq eləməlisən. Yəni ki, bu rahat başa gələn bir məsələ deyil. Ona görə deyirəm ki, mən bugün qorxutmaq istəmirəm. Əlbəttə, iradəsi möhkəm olan adamlar 1-2 ilə də, qısa bir vaxtda da buna çata bilər. Amma buna illərlə vaxtlı adamlar var ki, 20 il, 30 il. Məsələn, mən bir övliya tanıyıram. Yəni, İslamda çox böyük, nəhəng övliyalardan biri olub. O yazır əsərində, daha sonra yazmayıb, onun heç bir əsəri yoxdur. Sadəcə onun haqqında yazırlar ki, o qeyd edib ki, mən 40 il bu qapını döymüşəm. 40 il. 40 ildən sonra qapı mənim üzümə açılıb. Yəni, 40 il sərasər bu qapını döyüb, Allah ona iradəsi olub, yəni istəyi olub, eşqi olub, məhəbbəti olub.
Yəni dönməyib, yəni iradəsi möhkəm olub deyə ona görə də İsa peyğəmbərin bir sözü var ki, deyir ki, qapını döyən üçün mütləq qapını bir gün açacaqlar. Yəni mütləq qapı açılacaq, amma nə vaxt açılacaq bu biraz çətin məsələdir. Üçüncü yol isə bu da çox ağır və dəhşətli bir məsələdir. Bu Allah deyir, yenə də bu Allahın lütfinə bağlıdır. Deyir Allah bir rahat yolla insanı çatdırsın o mərhələyə. Bir də var ki, çətin yolla çatdırsın. Bu ilahi bəladır. Yəni ki, Allah Teala bir bəndəsini, onun dərəcəsini yüksəltmək istəyirsə, onun məqamını ali bir mərtəbəyə çatdırmaq istəyirsə, o Sidrətül Müntaha cənnətin ən yüksək məqamına çatdırmaq istəyirsə, onu özünün ən yaxın bir mövqedə qoymaq istəyirsə, özünə yaxın etmək istəyirsə, Allah insana 5 dənə bəla göndərir. Və bəlalardan birincisi insan özünün həyatda sevdiyi, ən çox sevdiyi, bütün qəlbini, ürəyini verdiyi bir insandan ayrılmaqdır. Yəni bu ölüm də ola bilər, belə ayrılıq da ola bilər. Yəni sənin ən çox sevdiyin bir insan kimdirsə, o səndən ayrılır, ölür, rəhmətə gedir anidən. Necə ki mənim başıma gəldi, yəni bu bir bəla idi, mənim başıma gəldi. Bu belə. İkinci, sənə bir xəstəlik göndərir, sağalmaz bir xəstəlik. Yəni o birincini ona görə sənə göndərir ki, birincini mən qurtarmadım, yekunlaşdırmadım. Birincini ona görə sənə göndərir ki, sənə başa salmaq istəyir ki, bu dünyada Qurani Kərimdə var, Fatir surəsində ki, dünyada malın, mülkün, övladın bir faydası olmayacaq. Yəni o gün ki, hansı ki qiyamət günündə, axirət aləmində. Yəni bunların heç biri sənə faydası olmayacaq. Bunlar heç biri səni qurtarmayacaq, qurtara bilməyəcək. Səni, yəni həyatda elədiyin yaxşılıqdan başqa, yəni həyatda sənin etdiyin yaxşılıqlardan başqa səni o biri dünyada heç nə qurtara bilməz. Əməllərin, ancaq yaxşı əməllərin. Bir də ki, o biri dünyadan, yəni axirət aləmində Qurani Kərimdə də göstərir ki, yəni orada insanlar, o cəhənnəm əzabını çəkən adamlar Allaha yalvaracaqlar ki, bizi yenidən göndər dünyaya ki, biz o səhvləri bir də təkrarlamayaq. Amma Allah deyəcək ki, mən sizi göndərsəm də yenə də siz həminki adam olacaqsınız. Çünki elə insanlar var ki, onların nəfsi onları məhv eləyib. Yəni Allah heç kimə zülm etmir, heç kimə. Allah xeyirdən başqa bəndəsinə heç nə vermir. Zülm edən bizik. Yəni biz öz nəfsimizi aldanırıq nəfsimizə və biz öz nəfsimizlə özümüzə zülm edirik və ona görə də nəticəsi də gəlib ağır olur. Ağır olur. Yəni o hesabı biz mütləq o bir dünyada verəcəyik. Çünki orada elə bir andır ki, orada hətta deyir ki, insanın doğma övladı öz savabını öz valideyninə, atasına verməyəcək. Məsələn, atası deyəcək ki, övladına deyəcək ki, bəs mən sənin üstündə zəhmət çəkmişəm də, sənin savabından mənə ver, mənim vəziyyətim burada ağırdır, mənə cəhənnəmə aparırlar. Övlad deyəcək, yox, verməyəcəm, mən savabından sənə verməyəcəm. Niyə sənə savabından verməliyəm? Və yaxud övlad da atasına deyəcək ki, bəs mənə savabından ver, bəs mənə cəhənnəmə aparırlar. Verməyəcəklər. Yəni orada heç kimin hayında olmayacaq. Yəni bu reallıqdır. Mən bunu təkcə Qurani Kərimdə yox, mən bir çox mənəvi mənbələrdə mən bunu oxumuşam. Bu yəni ruhi biliklərdir. İndi insanlar var ki, bunu qəbul etmək istəmirlər. Onların şəxsi işidir. Özləri bilərlər. Çünki hətta peyğəmbər özü belə insanlara demək öyrədə bilməmişdi, onları başa sala bilməmişdi, onları inandıra bilməmişdi. Əgər peyğəmbər bunu eləyə bilməyibsə, biz nə çarəyik, biz kimisə inandıraq, kimisə yəni doğru yolu göstərə bilək. Yəni birinci dedi ki, doğma insandan ayrılmaqdır. Yəni doğma insan sən onu nə qədər sevirsənsə sev, onu sənin bir gün mütləq tərk edəcək. Ya ölümü ilə tərk edəcək, ya da səndən ayrılıb gedəcək. Bu faniliyi göstərir, dünyanın faniliyini göstərir. İkinci xəstəlik idi. Yəni xəstəlik hər kəsin başına gələ bilər. Heç kim də bu nə ölümdən, nə xəstəlikdən qurtara bilməz. Yəni ola bilər ki, indiki dövrdə daha çox vüsət alıb. Ola bilər ki, insan elə bir ağır xəstəliyə tutulsun ki, məsələn, xərçəng xəstəliyi, o sağalmaz bir xəstəliyə tutula bilər və bu xəstəlik onu ölümə apara bilər. Yəni bu insan bundan narahat olur və əziyyət çəkir. Və qeyd edir ki, yəni bəzən insan dözə bilmir çox vaxtı. Görürsən, ona ağır gəlir, çətin gəlir ki, mən bu nə bəla idi başıma gəldi, mən necə qurtulum.
Və əlbəttə ki, bu bəla, yəni xəstəlik bəlası da bu insana dünyanın fani olduğunu Allah tərəfindən insana göstərməkdir. Üçüncü demək, üçüncü bir əsas demək məsələlərdən biri də, yəni bəlalardan biri də insanlara olan etibarın itməsidir. Məsələn, görürsən, ən çox sevdiyin bir insanlardır, insanlar həyatını yaşayırsan, onlara çox inanırsan, çox etibar edirsən, onlarla ünsiyyətdəsən, dostluq münasibətindəsən, bir gün sənə xəyanət edirlər. Bir gün sənə etibarsızlıq göstərirlər və bu sən bir ruhi bunalıma düşürsən, bir krizisə düşürsən ki, mən bu insanlara o qədər can qoymuşdum, o qədər bunları çox istəyirdim, o qədər bunlara inanırdım, amma bunlar mənə xəyanət elədilər, bunlar mənə arxada mənə vurdular. Bu da Allah göstərmək istəyir ki, məndən başqa heç kim sənə arxa dayaq ola bilməz. Məndən başqa heç kim arxa dayaq ola bilməz. Sən məni çağırmalısan, sən məni özünə dost bilməlisən, sən məni özünə arxa bilməlisən ki, yeganə Allahdır ki, yalnız insanın dadına Allah çata bilər. Növbəti yollardan biri də, yəni o bəlalardan biri də insanın sevdiyi bir məşğuliyyət var, işini, gücünü itirməsidir. Yəni sevdiyi bir işi itirməsidir, bir gücünü itirməsidir, işini itirməsidir. Yəni bir iş sahəsində olan işini itirməsidir. Yəni bu da bunun üçün malını, mülkünü itirməsidir. Bir də görsən insan zəngin bir adamdır, çoxlu pulu var, varı var, dövləti var, amma anidən onu itirir. Yəni heç kim qarant verə bilməz ki, onun milyardları var, milyonu var, onu heç vaxt itirməz. Ən çox da mən çox maraqlanmışam, mən psixoloji ədəbiyyatlarda oxumuşam ki, həyatda ən çox problemi olan, ən çox stres keçirən, ən çox depressiyada olan varlı adamlardır, zənginlərdir. Niyə? Çünki onlar daima öz var dövlətlərinin itirilmə əllərindən çıxa biləcək qorxusu ilə yaşayırlar. Özləri üçün hündür hasarlar tikirlər, nə bilim, pullarını banklarda saxlamaq istəyirlər, qoruma, mühafizəçiləri olur, can qorxusu olur, mal qorxusu olur, başa düşürsünüz? Yəni, bu psixoloji krizisdir, bir insan üçün ruhi krizisdir və bu, hər kəsin qapısı belə bu cür döyülə bilər, hər kəsin qapısı belə döyülə bilər. Onun malı, mülki, əlində olanlar əlindən çıxa bilər. Yəni, bunu heç kim qarant verə bilməz ki, çıxa bilməz. Biz tarixdə də çox şahid olmuşuq. Yəni, bir çox zəngin adamlar, fironlar, varlı insanlar, yəni malı, mülki həddən artıq çox olan insanlar əllərindən çıxıb mal dövlətləri tamam başqasına qismət olub. Heç kim də bu dünyadan heç nə aparmır. Yəni, bunu hamı bilir, sadəcə olaraq bunu dərk eləmək istəmirlər. Heç kim bu dünyadan heç nə aparmır. Yəni, bunu bilmək üçün qəbirstanlığa getmək yaxşı olardı. Məsələn, mən qəbirstanlığa tez-tez gedirəm, oğlumu ziyarət eləməyə gedirəm və hər dəfə də şahid oluram ki, burada uzananlar, demək olar ki, onlar heç birisi öz arzularına tam çatmayıblar. Yəni, gəlir keçirik arzu, o 5-ci bəla arzudur. Bizim həyatda çoxlu arzularımız var, elə bizi ən çox da bədbəxt edənlər arzularımızdır. Bizim həyatımızda çoxlu uşaqlıqdan elə yəni böyüyənə qədər çoxlu arzularımız var. Və bu arzuların arxasınca qaçırıq, bu arzulara əl çatmaq istəyirik. Yəni elə arzularımız var ki, onları biz çata bilmirik, onları həyata keçirə bilmirik. Eləsi var, həyata keçirə bilirik. Amma arzularımız həyata keçəndən sonra bizim o istək ki var idi, o arzunun həyata keçirməsinə, o sönür. Yeni arzular başlayır yaranmağa, yeni arzular başlayır yaranmağa. Və elə arzular var ki, o arzuları biz daima can atırıq. Yəni, o işin həyata keçməsini istəyir, amma alınmır. O alınmır. Yəni, başı divara vurmaqla deyil. Deyir, Mövlana Cəlladin Rumi deyirdi ki, halvanı barmağı uzun olan yeməz. Halvanı barmağı uzun olan yeməz. Halvanı qisməti olan yeyər. Bu həqiqətən də belədir. Yəni, əgər sənin arzuladığın sənin qismətində varsa, Allah onu sənin üçün istəyirsə, o sənə qismət olacaq. Yox, əgər görürsən ki, sənə bunu çata bilmirsən, bu o deməkdir ki, Allah bunu sənin üçün istəmir. Yəni, bu da bir insana bir ruhi krizisə bunalıma salır ki, insan bu 5 bəla onu yuxudan oyadır. Bu dünyanın gerçək olmadığını, real olmadığını, fani olduğunu Allah bu bəlaları göndərməklə insanı oyadır. Necə ki, məsələn, mən başıma gələn fəlakətdən, bəladan oyandım. Yəni, bu oyanıqlıq vəziyyəti çox olmuşdu məndə və bilirdim ki, bir çox krizislər bu maniyələrin üzərində olan, o cəhalətin üzərində olan çartlaqlardır. O çartlaqlardan işıq süzülür insanın üzərinə ki, ona aydınlığı
göstərir, ona işığı göstərir. Ona göstərmək istəyir ki, sən işığa doğru gedirsən. Allah səni nəhayət sənin yolunu açdı, sənə işığı göstərdi və itirdiyin insanlar da, itirdiyin nə varsa onun 100 qatına sən inşallah nail olacaqsın. Yəni bu dünya fani dünyadır, real dünya, gerçək dünya, axirət aləmidir, bərzəx aləmidir. Yəni biz bunu hamımız qəbul etmək istəsək də, istəməsək də bu reallıqdır. Yəni bunu şəxsən öz üzərimdə təcrübələr keçirən bir adam kimi, ruhi təcrübələr keçirən adam kimi bunu tam əminliklə deyirəm. Ümumiyyətlə bu yuxu görməklə bağlı, astral səyahətlə bağlı, yuxu görməklə bağlı mövzumuzu yenə davam etdirə bilərik, əgər arzunuz olsa. Yəni əsasən də tələbələrim üçün bunu mən bunları deyirəm, çünki belə başqa vaxtda mümkün deyil onlara bunları izah eləmək. Və əlbəttə ki, bəzi texnikaları da mən çalışaram deyim. Bəzi texnikalar var, kim istəsə o texnikaları, yəni təhlükəsiz şəkildə tətbiq edə bilərlər. Burada əsasında demək, dualardır, sonra bəzi o demək insanın bədənində olan o ruhi enerjinin hərəkət etdirilməsidir. İradə, insan öz iradəsinə və niyyətinə onu tabe elətdirməlidir. Biraz geniş danışdım. Yəni bu danışdıqlarım ki var, onlar haqqında ayrı-ayrıca, yəni mövzular şəklində çıxış elə bilərəm, yəni danışa bilərəm. Ümumiyyətlə mövzu çox geniş mövzudur, çox maraqlı mövzudur. Burada elə maraqlı məsələlər var ki, yəni mən özüm hələ də bunları dəfələrlə xatırladıqca, oxuduqca sadəcə heyran qalıram ki, belə bu qədər biliklər və məlumatlar var. Bu biliklər və məlumatlar bizim hamımıza aiddir, hamımızın bir xəzinəsidir, ruhumuzun xəzinəsidir. Peyğəmbər əleyhissalamın çox gözəl bir hədisi var, deyir ki, hikmət möminin itmiş malıdır, onu harada görsə götürsün. Yəni hətta kafirdə də görsə, inanmayan adamda da görsə, materialistdə də görsə, o yəni hikməti götürməliyik, onu necə deyirlər, özümüz üçün istifadə etməliyik. Çox sağ olun, bir daha təşəkkür edirəm. Var olasınız.